Azərbaycan Respublikası müstəqil dövlətdir və təbii sərvətlərinin sahibidir və bu təbii sərvətlərin nə cürə, hansı yolda istifadə etməsini özü müstəqil təyin edir. Biz bugün böyük hadisənin şahidiyik. Kontraktın imzalanması Azərbaycan Respublikasının həyatında, onun iqtisadiyyatında və xüsusən neft sənayesində yeni bir mərhələ açır. Kontrakt 30 ilə bağlanır. Demək qarşımızda uzun müddətli bir yol var. Şübhə etmirəm ki, bizim əməkdaşlığımız müvəffəq olacaqdır. Müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaqdır. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Qürub yaratmaq onun alın yazısı idi. Yaratdıqları da özü kimi böyük idi. O, Azərbaycan xalqının müasir tarixini yarattı. Yaratdığı ən böyük əsərin adı müasir Azərbaycandır. ...1993-cü ilin iyununda xalqın istəyi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan mədəniyyətinə yeni ab-hava gətirdi. Təhsil işçiləri, alimlər, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundular. Onlarca sənətkara fəxri adlar, prezident təqaüdü, müxtəlif mükafatlar verildi. Heydər Əliyev Azərbaycançılıq ideologiyasına mühüm önəm verirdi. Qədim yazılı abidə olan Kitab-ı Dədə Qorqudda milli düşüncə, Azərbaycançılıq ideologiyası geniş əksini tapdığından Ulu Öndər alimlərin dastanın araşdırılması və tədqiqinə normal şərait yaratdı. Azərbaycan ədəbiyyatı çoxəsrlik tarixi Kitab-ı Dədə Qorqud kimi əbədi abidələrlə, Nizaminin nəhəng yaradıcılığı ilə, Xaqaninin və Nəsiminin, Füzulinin və Vaqifin, söz sənəti bahadırlarının dahiyanə əsərləri ilə, aşıq poeziyasının həmişə canlı nümunələri ilə zəngindir deyən Heydər Əliyevin təşəbbüsü ilə Kitab-ı Dədə Qorqudun motivləri əsasında bədii film çəkildi. Kitab-ı Dədə Qorqudun 1300 illik yubileyinin layiqincə hazırlanması və keçirilməsi haqqında fərman imzalaması da onun elmə və mədəniyyətə verdiyi yüksək qiymətin təcəssümüdür. Ümumilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edirdi. Ailə dəyərləri, ailə ənənələri, milli mənəvi dəyərlərimizə sədaqət,
uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir. Ulu öndər heç bir Azərbaycan ailəsinin taleyinə laqeyd qala bilmirdi. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin tariximizdə silinməz iz qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixçəsi. Onun müqəddəs ocağının davamçıları Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailəsi də cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnəkdir. Hər gecə mənim üçün o birinci növbədə böyük bir insanıdır. Sədaqətli həyat yoldaşı, çox mehriban, sədaqətli ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır. Həqiqətən o məni çox sevirdi, mən də onu çox sevirdim. Ancaq mənim həyatımın ikinci tərəfi, bəlkə də mənim üçün daha vacib tərəfi mənim ailəmdir, gələcək ailəmdir. Mənim şəxsi hissiyatlarımdır, mənim sevgimdir, məhəbbətimdir. Əgər nəzərə alsaq ki, bu sevgi böyük bir sınaqdan keçdi, məsələn, bir neçə il bizi bundan məhrum etmək istədilər, o da dönmədi, mən də dönmədim. Demək, bu məhəbbət, sevgi, səmimiyyət haqqında olan fikirlərim tamamilə təsdiq olundu. Ondan sonra 30 il xoşbəxt həyat sürdük. 2 gözəl evladımız var. Qızım Sevil, oğlum İlham. Artıq 16 il keçir. Mənim bu sevgimin, məhəbbətimin nə qədər dərin köyləri olduğunu güman edirəm ki, sübut etməyə ehtiyac yoxdur. Zərifə xanım çox böyük mədəniyyətə, yüksək mədəniyyətə malik olan bir insan idi, çox istedadlı insan idi, bilikli. Nəinki öz peşəsində, eyni zamanda hər tərəfli, istedadlı bir insan idi. Əziz anam, şirin sözlü anam. Əlbəttə ki, onun unudulmaz obrazı bugün də mənim üçün çox əzizdir, doğmadır. Hər bir insan üçün onun valideynləri, onun anası əzizdir, müqəddəsdir. Bu da təbiidir. Hər bir insan öz doğmalarını öz qəlbində yaşadır. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. Siz anam, şirin sözlü anam. Zərifə xanımın adı əbədiləşdirilib. Əlbəttə ki, onun xatirəsi, onun obrazı, onu tanıyanların qəlbində yaşayır. Qara gözlü anam, hara getsəm gözün mənə baxar. Bugün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra da davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır. Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik. İnanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdi. Bu böyük qələbədir və şəhərlərimizin, ulu öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır.
El bilir ki sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan.